Salam Şinarə, hər vaxtınız xeyir olsun. Bəli, hazırda dünya bazarlarında qızılın qiyməti günbəgün artmaqda davam edir və ən son məlumata görə qızılın bir unsiyasının qiyməti 3949 dollar idi. Amma bugün Bakı vaxtı ilə saat 6:02-dən etibarən 1 dollar da artdı və 3950 dollar oldu. Ümumiyyətlə, qızılın qiymətini artıran, yəni qızılın qiymətinin artımının şərtləndirən səbəblər hansılardır? Yəni bilirik ki, əsasən siyasi səbəblərlə bağlıdır və baş verənlər Azərbaycanda qızıl bazarına hansı formada təsir göstərə bilər? Daha detallı informasiyanı ilə iqtisadçı Elçin Rəşidovla birlikdə alacaq suallara cavabı. Xoş gördük. Elçin bəy, səbəblərlə bağlı və Azərbaycan bazarlarının təsirlərlə bağlı sizdən eşidik detalları. Bu qızılın qiyməti bilirsiniz, artıq birinci ayda qalxır. İlk dəfə bu daha böyük bir artım bu ABŞ-nin bu idxal tariflərini qaldırarkən oldu. Beynəlxalq bazarda qeyri-müəyyənlik artanda həmişə qızılın qiyməti artır. Eyni şeydə baş verdi. Hal-hazırda da ABŞ-da, yəni bu yaxında ilk dəfə olaraq, son birində ilk dəfə olaraq faiz dərəcələri aşağı indi. O deməkdir ki, dollara olan investisiyalar azalıb, daha çox qızıla çevrilirlər və qızıla olan tələbat artdı və bu da buna səbəb oldu. Son vaxtlar geosiyasi gərginliklərin artması da insanların daha çox qızıla sərmayə qoymasına səbəb olur və bu da qızılın artmasına səbəb olur və bir də son vaxtlar həmin bu fonda insanların çox güclü inflyasiya gözləntiləri var, xüsusən də əsas aparıcı valyutaların, deyək ki, o cümlədən dolların, deyək ki, inflyasiya gözləntiləri var və faiz dərəcəsinin azalması da bunu sürətləndirə bilər və bir də mərkəzi banklar da, yəni bütün bu proseslərin içərisində qızıla çoxlu alış edədilər. Öz ehtiyat fondlarını artırarkən daha çox qızıla alış edədilər. Bütün bunlar qızıla olan tələbatı, qeyd edilən hamısı qızıla olan tələbatı artırıb və bu səbəbdən də mən hesab edirəm qızılın qiyməti qalxıb. Bəs Azərbaycan bazarlarına hansı formada təsir göstərə bilərmi? Hə, belədir ki, birincisi nəzərə almaq lazımdır. Yəni, qızılın qiymətinin artması ilə həmişə dolların qiymətinin düşməsi paralel gedir. Hal-hazırda ümumiyyətlə baş verən hadisələr dolların qiyməti ilə bağlı ciddi yəni qeyri-müəyyənliklər yaradır, dalğalanmalar ola bilər. Azərbaycan manatı təəssüf ki, yəni özünü dollara bağladığından Mərkəzi Bankın əsas aparıcı siyasəti ondan ibarətdir. Və bu da təbii ki, bizim manat üçün və xüsusən də qeyri-neft sektorunun inkişafı üçün risklər yaradır. Həm onun artması, həm onun azalması hər iki halda qeyri-müəyyənlikdir və qeyri-neft sektorunu boğur. İkinci məsələ, pozitiv məsələ ondan ibarət ki, biz qızıl ixracatçısı olan ölkəyik və qızıl ixracatçısı olan ölkə olaraq biz yəni burada bir iqtisadi qazanc əldə edirik. Üçüncü də daha bir pozitiv məsələ odur ki, neft fondu nəhayət ki, düzgün qərar verib, mən hesab edirəm, bəlkə də tarixdə ilk dəfə və qızıl alışlar eləmişdir və həmin onu, yəni neft fondunun dəyəri, Azərbaycan neft fondunun dəyəri qızılın qiyməti artdıqca qalxıb. Təşəkkür edirəm. Çox sağ olun, dolğun informasiya təqdim etdiyiniz üçün. Bir daha xatırladım ki, hazırda dünya bazarlarında qızılın qiyməti yüksəlməklə davam edir və ən son rəqəmlərə görə, açıqlanan rəqəmlərə görə 3950 dollar olub bir unsiyanın qiyməti və təbii ki, elə iqtisadçı ilə də müzakirə etdik ki, bu vəziyyət ümumiyyətlə şərtləndirən səbəblər hansılardır və Azərbaycan bazarlarına da təsirinin olmadığı ilə bağlı da detalları da öyrəndik. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə, məlumatı bizim üçün ətraflı şəkildə iqtisadçının köməyi ilə şərh elədiyinə görə.